toyuq, broilerlər kişi cinsinə necə təsir göstərir, yəni testosteron necə salır. Biz bunu dedik və burada da biz dedik ki, uşaqlar gəlir, bədən formaları dəyişir. Hala əvvəllər bizim uşaqlarımız bütün gün həyatda qaçırdılar, düzdür, aktiv idi. Bəli, deyəcəksiniz ki, az hərəkətli həyat tərzidir, hamısı smartfonlarda, kompüter önündədirlər, yeyirlər, cipsidir. Mən etiraz eləmirəm. Cips hal-hazırda yeni dəyişmiş qidalar çoxdur. Heç burada free kartoşkanın tərkibində baxanda heç onun tərkibində kartoşka yoxdur, onun tərkibində... Hələ məlum deyir ki, kartoşkanın özünün tərkibində nə var? Ona qalmış çox şeylər fərq edir. Amma mən yenə də bir mütəxəssis kimi deyirəm, əgər bundan biz uzaq dura biləriksə, ən azından onu digərlə əvəz eləmək. Bu nöqtə nəzərdə. Yəni, əgər bu toyuğu səhər, axşam, gün orta yiyir, bu normal deyil. Çox da ki, ucuz olsun, çox da ki, mən idmanla məşğul oluram. Mən üzr istəyirəm, Şəfa xanım. Birinci Şəlalə xanım demədi ki, mənim oğlum hind əti yeyir, hinduşka əti yeyir. O dedi ki, toyuq əti daha çox yeyir və o protein daha çox alır. Şəlalə xanımın sözü budur. İkincisinə baxanda, siz dediyiniz kimi də, hətta bəxt dediyiniz kimi hormonları versə, bizim hörmətli doktorumuz da rahat dedi ki, bizdə 1 kilo toyuq ətinin dəyəri 30 manata qalxar. Amma bizdə, dünyada, regionda ən ucuz ət Azərbaycandadır hal-hazırda. Ən ucuz yumurta da Azərbaycandadır. Yəni, Amerikaya yumurta satırıq. Biz Amerikaya yumurta satmaqdır. Baxın, bugün üçün bir yumurta dollar sentindən götürəndə 6-7 senti Azərbaycandadır satışı, topdan satış olaraq. 12-14 qəpiy arasında. 1 dollara yaxın Amerikadadır satılır. Bir yumurtanı, süfrə yumurtasından söhbət gedir. Ətin dəyərini götürək. Bir qardaş Türkiyə ilə fərqləndir. Götürəndə bizdə birdə topdan satış 1 kilo ətin dəyəri 4 manat 20 qəpiy, 3 manat 80 qəpiy arasındadır. Toyuq ətinin. Toyuq ətinin. Türkiyədə 9 manat 20 qəpikdən 10 manata kimi fərqlilikdə. Bizim ətlə Türkiyənin ətinin eyni analizini götürsək, eyni ətdir, eyni qidalanmadır. Bəs niyə orada bahadır? Bazara görə, tələbata görə. Yəni, o demək ki, bizdə keyfiyyətsizdir. Bir də üzr istəyirəm, müəllim, bir məsələni əlavə eləmək istəyirəm ki, bax, ABŞ-a biz deyirik ki, məhsul göndərilir. ABŞ ümumiyyətlə elə bir qaydaları var ki, elə bir məhdudiyyətlər qoyur ki, bütün analizləri tələb edir. Laborator analizləri, sertifikasiyadan keçmiş, akreditasiyadan keçmiş, elə bir keyfiyyət nəzarət tələbləri qoyur ki, ora hər bir məhsul gedib çıxa bilməz. Əgər biz Azərbaycandan ora bu məhsulu göndərə biliriksə, bilmişiksə, demək ki, bu qadağalar, bu laboratoriyaların hamısına keçibdir, bu sertifikatları əldə edibdir və daha sonra o sərhədli keçə bilibdir. Yoxsa əks halda o dərman belə olsa, Amerika onu qoymaz öz ölkəsinə keçməyə. Biz, Şəhla xanım doğru deyil, bizim sadəcə bugün üçün fabriklərimiz federal sertifikat alır Amerikadan. Federal sertifikat alır ki, biz ora yumurta sataq. Bundan əlavə, ölkədə qida təhlükəsizliyi agentliyi o qədər ciddi şəkildə nəzarət edir ki, bütün istehsal olunan hər bir toyuq marketə bugün daxil olursa, onun baytarlıq arayışı var. Sistemi o qədər elektron sistem qurublar ki, orada mümkün deyil ki, nə yumurtası, nə toyuğu marketə satışa çıxanda baytarlıq arayışı olmasın. Hər biriniz bütün market şəbəkələrindən bunu ala bilərsiniz. Bunların hamısı yoxlanır, çıxır ora. Hamısı, yəni biz hamısı yoxlanmır. Bəzilərində problemlər var. Xaricdən gətirilənlərdə problemlər var. Xaricdə gətirilən toyuq ətində müəyyən mənada zaman problemləri ola. Biz ölkədə istehsal olunan toyuq ətindən, yumurtadan danışırıq və bu gün üçün də Şəlalə xanım da yəqin ki, bunu qida mütəxəssis kimi bilir ki, hər bir şey qida təhlükəsi agentliyinin yoxlamasından keçir. Mən buradan onlara təşəkkür edirəm. Nəyə təşəkkür edirəm? Onlar bu gün üçün ölkədə quş qripindən azad olma zonası yaratdı Azərbaycanda. Bugün bizim bazarımızın açılma səbəbi odur. Bazarımız biz bu gün üçün gələn aprel ayından toyuq ətini Cənubi Afrika ölkələrinə və digər Avropa ölkələrinə, Çinə satışına başlayacaq.